Qalanını da evə verəcəm. Nə təkrarladıq? Qalanını evə, növbəti partiyada yenə işləyəcəyik, qalanını evə. Bu cür davam eləyəcəyik. Saata bir dənə müəllimə nə olar nəzarət edin. Biraz yazdınız testləri. Testləri yazdı. Baxıb yoxlayacağım ha gecə. Birdən 6-ya qədər veririz də. Bəli, 5 dəqiqədə vaxtımız var. Haydi bakalım. Güllə kimi işləməlisiniz bunları. Arzu müəllimə, bizi çıxarda bilərsiniz burada. Mən çıxa bilmirəm. Burada düymə var. Baxın. Özünüz çıxın da. Qoy baxım. Yuxarıda ayrıl yazılır. Müəllimə, səsinizi çıxardın kimdə elə? Tahirə müəllimə. Bəli, müəllimə. Sağ olun müəllimə, getdiniz. Başqa kim istəyir çıxardım? Testlər gecə yoxlayacağım ha. Mən deyirəm, vay halbuza ki, orada yalanan yazmış olar. Yoxdan ayıracağım. İki variant var burada bir de. Bravo seçti, azalt onun səsini. Testlər yoxlayacağım deyirəm. Soğukda qoyun. Məqbərəmə vaxt bitdi. Qalıqda 2. Bu bizə nəsə deyir? 3-ə bölürsən qalıq 2, 4-ə bölürsən qalıq 3, 5-ə bölürsən qalıq deyir. Nəsə demək istəyir? O demək istədiyi bilirsiniz nədir? Arada fərq 1 var elə, fərq 1 var. Deməli siz əkobunu tapırsınız. 3, 4, 5-in əkobunu tapırsınız və oradan 1 çıxırsınız. 3, 4, 5-in də əkobu 60-dır. Oradan da 1 çıxanda eləyir 59. Cavab cücə variantı C. Sonra keçək növbəti ikinci sualımıza. M ədədinin 4 natural böləni var. M ədədinin 4 natural böləni var. Güya ki 2-nin kubuymuş. Baxın, həqiqətən də 2-nin kubunun 3-ün üstə 1 gəlsəz müəllimlər 4 dənə natural böləni var. Bəs sizə deyir M kvadratını. Bunun da kvadratını tapsaz 2 üstə 6 eləyər. 2 üstə 6-nın neçə dənə natural böləni var? 6-nın üstə 1 gəlirsən 7 dənə. Cücə. Sonra vətəndaşlar, bu tipləri həll eləmək istəyirsinizsə, bax bu sağda, bu sual. Mən bunu bilsiz nə edirəm? Əkob verəndə əbob tapıram. Elə? 36 ilə 24-ün əbobu neçədir? 12. Birinə 12 deyirəm, A-ya 12 deyirəm, B-yə onda 36 deməliyəm ki, əkob 36 olsun. A-ya 12 desəm, onda gərək M-ə 24 deyim ki, əkob 24 olsun. Və bizdən nə soruşur? Əbob AB əkob AB bərabərdir, əbob AM olarsa, deyir B bölək M. B-miz 36 idi müəllimlər, M-miz də 24. 12-yə bölürsən 3, bu da 2. 2-də 3, B variantı. Almışdınız. Bizim 50 plus müəllimlərimizdən kim idi? Biri Mehbayram müəllimdir, o biri kimdir? 50 plus. Mən varam. Mən də buradayım. Hə, çünki mən öyrəşib elə Mehbarə müəllimə deyirəm, amma başqaları da var. Ona görə prosta öyrəşmişəm də elə deyirəm. Müəllimlər, düsturlarını yazırsan, hər birini öz düsturunu aşteşk etsinlər. Kök altında AB bölək C. Elə. Üstə gələk, kök altında ABC. Burada da yazırsan, bərabərdir onun da kök altında AB bölək 3. Müəllimlər, hər tərəfi AB-yə bölsək, 1 bölək C, kök altda C. Müəllimlər, 3-də onu da 3 tam 3-də 1 yaza bilərəm. Haydi məntiq işə başlasın. Kök altda C-yə 3 deyə bilərəmmi müəllimlər?
Deyərəm də, nə var ki, 3 tam üstə gəlir 3də 1. Bu da var. Kök altda C-niz 3-dürsə, hər tərəfi kvadrata yüksəlsə C9. Yes, müəllimlər? Bəli, Bəli. müəllim, bəli. Haklısınız. Qaşaq. Sonra deyir ki, ədədin natural bölənlərin sayı 12. Siz bilirsiniz ki, natural bölənlərin sayı nədir? A plus 1, B plus 1 bu qayda ilə. Yəni n plus 1 bunun üstü də 1-dir. Vuraq 1 plus 1 bərabərdir 12. Gözəl insanlar. 12-ni bölsəz 2-yə, n plus 1 6 eləyir. Deməli, n hərfiniz 5-dir. N-iniz 5-dirsə, gətirin yerinə qoyun. 2-nin üstündə 5-dən 1 çıxırsan 4, vuraq 3. Müəllimlər, natural bölənlərinin sayı üstə 1 gəlirsən 5, üstə 1 gəlirsən 2. 5 vuraq 2, 10 dənə natural böləni var. Anlaşıldı mı? Bəli, müəllim. Ay, sağ ol. Bəli. Sonra. Axırıncı sualı çatdıra bilmədim mən. Mən də çatdıramadım bunu. Ay, mənim 50 pluslarım. Hızlı olmalısınız. Sabah olsun. Məcazi mənada canınızı alacağım sizin. Dayanın. Dayanın siz. Əkəb abi, mənlər nə verir bizə? A, B, C. Əbab abi nə verir vətəndaşlar? A, B bölək C. Elə? Əkəb abi vurusun Əbab abi nədir müəllimlər? A, B. Bərabərdir 5,2. Müəllimlər 5,2-ni də 5,5-də 1 yaza bilərəm də. Akıllı var. Müəllim, məndə kvadrat var, ona görə ala bilməmişəm, mən. Sizdə təzə kitabdır da, o səhvlik var orada. Bu əsl kitabda budur. Hə, Hər tərəfi bildim AB-yə müəllim. bölürsünüz. AB-yə bölürük müəllimlər. Cavab olur nə? C üstə gələk 1 bölək C bərabərdir 5,5-də 1. Gördünüz orada şap belə də ortaya düşdü ki, C 5-dir. Razısınız? Bəli. Şu doktordur. Gördünüz su Bəli, kimi. bəli. Müəllim, orada kvadratın bir önəmi yoxdur. Niyə önəmi yoxdur ay müəllimə? Hər birinin öz düsturunu yazdım da. Əkşabın kvadratı AB-nin düsturu ABC deyilmi? Əbobun kvadratı AB-nin düsturu da AB bölək C-dir də. Bəs mən onları hardan aldım yoxsa? 6-cı sinifdə keçiririk özə bu. Başa düşdüm. Mhm. Getdik. 10 dənə vuracağıq, qalanı evə qalacaq ha vətəndaşlar. Deməli mənim üçün yazırsınız 7-ni. 7 yazılsın, 9 yazılsın. 10-u istəyirəm. 12-ni istəyirəm. Nə gözəl şeylər istəyirəm mən. 16-nı istəyirəm. 14-ü istəyirəm. Всё. Bəs sözdür. Sonra gələcək adı olmaq kəfrə. Bir tane de stop deyin. Ne kadar vaxt verdim? 4, 6, qoy biraz insaflı olun. 8 dəqiqə vaxt verirəm. Buradayam mən. Bir tane de stop deyəriz. Yorulmadınız müəllimlər. Xeyr. Bu daha maraqlıdır belə işləmək bu kitabla. Başqa müəllimlər də nə vaxt istəyir qonaq çala bilərlər. Heç bir problemi yox. Nə vaxt deyirlər? Saata bir nəfər nəzarət eləsin, xahiş edirəm. Mən ora baxmıram.
Hazırdır müəllim. Cavab bitdi vaxt. Vaxt yekunlaşdı yoxsa 8 dəqiqə keçməlidir mən. Yox, vaxt tam deyil. Xeyr müəllimə, hələ var vaxtı. 5 dəqiqə var vaxtı. 59-da qurtarmalıyıq. Aha, çox əla. Bundan sonra keçir yardı olmağa. Növbəti dərsimiz olacaq. Bir də şeydə. 5-ci gün. Çünki 3-cü gün ehtimalımız var. Cevap var. Mən də bitirdim. Zaman bitdi. Zaman doldu. 2 dəqiqə var. Mən baxıram 59-da dedim. Mən yazmışım yəni dedim. Yox, onu deməyim. Zamanı gözləyəcək. Vaxt qoyulur. Oh. Mənlər 1 dəqiqə yekunlaşır. Yox, başlayıram müəllimlər. Yekun. Deməli, nömrələri bir də mənim yadıma salarsınız Zəhra müəllimə. 7. Başlayıram. Deyir ki, A və B ədədlərin ortaq olmayan sadə vuruqlarının hasili 5-dir. Müəllimlər, ortaq olmayan sadə vuruqların hasili 5-dirsə, siz bu 5-i qarşılıqlı sadə ədədlərin hasili şəklində yazmalısınız. Yəni 1 vur 5 kimi. Deməli, burada da həmin biri bir dəfə 7-yə vurursunuz. 1 vur 7, 7. Həmin 5-i bir dəfə 7-yə vurursunuz. 5 vur 7, 35. Bunların da cəmi eləyir 42. Yəni D variantı.
Sonra 9-cu suala baxıram. Əbob AB budursa, müəllimlər düsturu yerinə yapışdırın. Əbob AB nə idi? Kök altında AB bölək C bərabərdir. AB bölünsün 3-ə. Hər tərəfi kök altda AB-yə bölsəz, 1 bölək kök altda 1 bölək C bərabərdir 3-də 1. Hər tərəfi kvadrata yüksəltsəniz, müəllimlər, 1 bölək C bərabərdir 9-da 1. Buradan da C-nin 9 olduğunu görəcəksiniz. Cücə variantı. Sonra neçən vermişdim? 10-u. 10. Onda da hərənin öz düsturunu yazırsınız. Əkob ABC. Əslində çətin deyil. Güvənin B-si deyirik, amma çətin də deyil belə baxanda. Qaydaları bilirsən. Kök altda C bərabərdir 9-a. Hər tərəfi kvadrata yüksəldirsən 81. A variantı. Yaz. Yes. Sonra hansına 12. baxıram? 12. 12. Aha, müəllimlər, A və B ədədlərin ortaq vuruqlarının hasili, ortaq olmayan sayda vuruqların hasili C-dir. Əbobu tap. Nəysə, gedirəm əbobun düsturunu yazacağam, müəllimlər. Əbobun düsturu nə idi? Kök altında ABC. Bax, kökün altında A-nın yerinə qoyuram 9 kök altda C. B-ni yerinə qoyuram 36 kök altda C. C hərfində yerinə C qoyuram. Normalda... Bölək C. Bölək C, üzr istəyirəm. İndi normalda, müəllimlər, normalda şeydir, nədir onun adı? Böyük kökün içində yazdım. Normalda A 9 kök altda C ilə 36 kök altda C-nin əbobu bizə verir nə? 9 kök altda C. Düzdür? Nəysə, kök altda C ilə bax bu C getdi. Hər tərəfi kvadrata yüksəltsəniz 9 vuraq 36 bərabər olacaq. Bu görüm düzmü getdim? Hə, düz getdim. 9 vuraq. Mənim kök çıxardın da. Bu kökün cavabını hesablasaq 3 dəfə 18 edir də. Nə edirəm ki, belə çıxardıram. Nə problem var ki, belə çıxardıram. Mən hər tərəfi kvadrata yüksəldirəm. Nəyimə lazım? Elə də eləyə bilərəm əslində. Hə, 3 vuraq 6 bərabərdir 9. Hə, vəsə. Kök altda C bərabərdir. Nədir onun adı? 2-yə. C-miz də 4-dür, müəllimlər. C 4-dür. Ay müəllim, onu hardan aldınız? Mən çaşdırmayın da, nə olar? Çaşdırmayın məni. Bax, hocam, məni çaşdırdınız. Bir dənə danışmayın oradan. Heç kim danışmasın. Müəllimlər, əbobun düsturunu yazıram. AB bölək C. 9 C vuraq 36 kökdə C bölək C. Məndən işiniz olmasın. 9 kök altda C ilə 36 kök altda C-nin əbobu nə verir? 9 kök altda C vermir. Verdi də. Buradan bu C ilə bu C getdi. Buradan da çıxır 3 vuraq 6. Bərabərdir 9 kökdə 2. Nədə səhv elədim, indi deyin görüm. Kök altda C 18 böl 9 2-dir. C-miz də 4-dür. Nəyi səhv eləmişəm, indi deyin görüm. Müdaxilə edin. Harada səhv eləmişəm? Müəllim, bizdən əbobun qiymətini istəyir. Ay müəllimə, nə daxili bir dayanında məni niyə dayandırırsınız? C-yə 4 tapmışam, dayanın da bir. C-yə 4 tapmışam, vətəndaşlar. Elə? Məndən də əbobu soruşur. Mən də əbobu bilirdim, axı 9 kök altda C-dir də. Heç nəyimə lazımdır? 18-i tapmışam zaten. Prosta yenə də əgər tapmaq istəyirsinizsə, zaten tapılıb 18. Bax, əbob. Prosta orada mən 4 yazırım, deyirsiniz, yox. Əbob abi bərabərdir. 9 kök altda C ilə 36 kök altda C-nin əbobu zaten 9 kökdə C deyildi mi? C-ni də 4 almışam. 9 vur 2, 18. Zaten 18-i buradan almışam, müəllimlər. Razısınız? Müəllim, elə onu demək istəyirik. Daha ki, mənim 9 kökdə C-yə ehtiyac yoxdur. Elə 18-dir o. Nasıl almışdıq? Sonra hansına baxıram? 13 ilə? 14 16-nı verirsiniz müəllimə. 14-dən 16. 13 yox. 13 yox. 14-ü vermişəm. 13-ü verməmsiniz müəllim. Yaxşı. 13-ü verməmsiniz. 14 16. Yaxşı. A1 ədədlərinin ortaq olmayan sadə vuruqların hasili 18-dir. Ən kiçik qiymətini soruşursa, əslində mən 18-i belə də yaza bilərəm də. 2 vur 9 kimi də yaza bilərəm. 18 vur 1 kimi də yaza bilərəm. Burada ən kiçik dediyinə görə ən kiçik versiya 2 vur 9-dur. Həmin 2-ni bir dəfə 7-yə vururam 14. 7-ni 9-a vururam 63. Toplayırsan 77. Razılaşdıq? Dadaş. Bəli. Sonra 16-cı suala baxıram. Müəllimlər, A kiçikdir 24-dən, əbobu da 6 olarsa A-nın mümkün qiymətləri. Deməli, A 6-ya bölünən ədəddir. A 6 ola bilər, 12 ola bilər, bir də 18 ola bilər. Sonra nə ola bilər?
18 ola bilərmi? 18 olsa Müəllim, Müəllim 12 olsa 18 olar, 12 olanmaz. 12 olanmaz. 12 ola bilmir. Denən niyə? Çünki 12 olsa əbab 12 olar. Всё, 12 olanmaz. 6 ilə 18-i toplayırsan 24. Cücə variant. Всё, qurtardı. Məmnun getdik. Bunun qalanı evə verilir. Yaxşı? Evdə işləyirsiniz. Çoxluğu işləyirsiniz evdə. Bir nəfər yazsın ha qrup tapşırığını. Çoxluq. Gəlin çoxluğun B variantını vuraq getsin. Çünki ardıcıllıqda bu gəlir də düzdür. Çoxluğun B-sini vuraq. Məsələn 1-i vuraq. Adımlıq kəsri lap gələndə bir saxlayarıq. 1-i vurun müəllimlər. Sonra nə yazaq? 7-ni vurun, bəs eləyəcək bu. Bir də 13-ü. 3 dənə bəsdir. Bəli, icmallarımızı 2 həftəlik göndərəcəm. Hələ birinci həftəni yazırıq. Sonra o birini yazacağım. Bir tane de stop deyin. Bitti müəllim. Baxalım. Baxdım. Deməli, müəllimlər. D sinifdə 20 şagirddən hər biri ən azı bir xarici dili bilir. Onlardan 15-i ingilis dilini, onu isə rus dilini öyrənir. Toplayırsan, görürsən ki, 25 uşaq eləyir. Amma bu sinifdə 25 uşaq yoxdur axı. 20-sini çıxırsan, cavab olur 5. Deməli, 5 nəfər hər iki dildə bilir. Bura yazıram ingilis dili, bura yazıram rus dili. 5 nəfəri ortaya yazıram. İngilis dili, bura 10 olacaq. Çünki 10 gəl 5, 15. Burada 5. Sizdən sonra neçə şagird yalnız ingilis dilini bilir? 10 nəfər.
Amma sizə bir başqa bir sual da verə bilər. Deyər, yalnız bir dili bilən neçə nəfər var? Onda nə deyərdiniz? Yalnız bir dili bilən. 15. 15 deyərdim müəllim. Aysa, 10 birindən də 5 birindən. aysa, yalnız bir dili bilənlər. Aysa. Sonra hansını deyirəm müəllimlər? 7. 7. Hə, hamısı bir-birinin alt çoxluğudur, eləmi müəllimlər? Deməli, A ilə B-nin kəsişməsi A, B-nin alt çoxluğudursa, müəllimlər, A ilə B-nin kəsişməsi B verər. A ilə B-nin birləşməsi yenə bizə verər, daha doğrusu, üzr istəyirəm, mən burada səhv elədim. A, B-nin alt çoxluğudursa, A ilə B-nin kəsişməsi A verər. Düzdür müəllimlər? İndi düzəltdim səhvimi. Birləşməsi B verər. A ilə də C-nin birləşməsi C verər. Razılaşdıq müəllimlər? Bunların da cəmi 7 üstəgəl 12 üstəgəl 14. Nə tərəf fikirdir? 33. Bəli. Dadaş. Əla. Gördünüz? Qaşaqdır. Sonra neçəyə baxıram? Sonra nə 13. verəcəm? 13. P ilə Q birləşir. Hə, bunun özünün düsturu var, müəllimlər. Bunu yazım, qeyd edin. N A fərqlidir B. Üstə gələk N B fərqlidir A. Üstə gəlinsin N A kəsişir B. Bax, burada üstə gəlmədi A. Bərabərdir N A birləşir B-yə. Yanınıza gəlir bu düstur? Xatırladınız? Bəli. Bəli. Bəli, bəli. 18 üstə gəl 6. Bu birinə də x deyirəm də özümü yormuram. Üstə gəl x bərabərdir 30-a. 30-dan da 24 çıxanda neçə edir əməllər? 6. Yox. Gördünüz? Çoxluqlardan bir dənə sual düşmüşdü ya. Çoxluqlara elə belə baxmayın. Müəllimlər, biz 13-ə baxırıq, yoxsa 12-yə? Mən 12-yə baxdım. 13-ə baxmalı idim elə səndə. Heç nə baxmadım. Nə var ki? Müəllimlər, 3NA, 2MB-dir, eləmi? Nəysə, A-ya deyirəm 2K, məndən razısınızsa, B-yə deyirəm 3K. Bayaqçı düsturu eləyəcəm müəllimlər. Deməli, 2K, üstə gələk 3K. Müəllimlər, kəsişməyə nə deyim onda mən? Bircə dəqiqə məni gözləyin. Bir şey fikirləşəcəm burada. Burada da A birləşir. A'dan başqa yol var ki. Müəllimlər, bir dəqiqə dayanın, bir dənə fikirləşim. Qəşəng yol deyim də. A birləşir B. Müəllimlər, A-ya 2K deyəcəm. Düz gedirəm də. B-yə də 3K deyəcəm. İndi. Məncə diaqram çəkib üstündə bax. Onu da eləmək olar. Diaqram şeydə. Mən də elə yazmışam. X, Y, 11 elə yazmışam. İndi dayanda müəllimə. A kəsişir B-yə nə yazaq bəs? K yazaq da onu da, hə? Sadəcə K. Ora X yazmışam. Mən K yazaram müəllimə. K. Bir dayan. A birləşir budur. Müəllimə, baxın. 2K. Üstə gələk 3K. Minus K. Qoy görüm, indi mənim fokusum düz çıxırmı da bir dayanın. K plus 17. Elə müəllimlər. Buradan bu K-nı sol tərəfə aparsam, 5K-dan 4K, 3K. Yox, düz getmədim. mən. Müəllimə, bir şey deyim. Euler-Venn diaqram çəkək. B fərq A olan tərəfə 11 yazaq. Dayan müəllimə. Onda kəsişməsi olur 11 minus 2K. Müəllimə, bir dəqiqə dayan. Bir dəqiqə dayan. Heç nə deməyin. Qoy bu A çoxluq olsun. Bu B çoxluq olsun. Düzdürmü? Bunların A-mız 2K-dır. Bunu bilirik. B-miz 3K-dır, eləmi? Deyir A birləşir B. Ümumi birləşmə bizə verir bunların kəsişməsi üstəgəl 17. B fərqlidir A. Yəni A-da çatışmayan 11 dənədir. Bura yazaram mı 11? Əla. Mənlər B-miz əgər bizim 3K-dırsa, bura yaza bilərəmmi 3K minus 11? Düzəldi. Bizim də A-mız 2K idi, eləmi? A-mızı tapmaq üçün, burada lap Z deyək. Düzdür? Z üstə gələk 3K minus 11-ə. Mənlər, mən 2K deyə bilərəm. Qəşəng də deyərəm. Z bərabərdir 11 minus K. Razılaşırsınız məndən? Mənimlər? Bəli, elə tam da bunu deyirdim. Ay, Bəli. Əlaçısınız. İndi deyir ki, A çoxluğunu tap. Heç necə bunları toplayaq. İndi bizə lazımdır? Hə, A çoxluğu. İndi bircə dəqiqə.
Bunları toplasam, müəllimlər, 11 ilə Yuxarıda bizə bərabərlik verib müəllim. nə? Kəsişmə ilə birləşmənin bərabərliyini verib. Yerinə qoya yox, bilərik yox. k-larını. Bircə dəqiqə indi müəllimə. Bizim birləşməmiz nə verir? Birləşməmiz verir, 11-lər gedir, 2K üstə gəl 11, düzdür? Düzmü yazıram? Görün gözüm düzmü görür? Toplayanda Bəli, bəli. 2K, hə də plus 11. Kəsişməmiz bizə verir 3K çıx 11. Üstə gəl 17. Məncə əla yazdıq, hə müəllimlər? Bundan o yanası yoxdur. 11 ilə 10 Bəli, bəli. tərəfə keçir. Müəllimlər, nədir onun adı? 6 tərəfə keçəndə elə olur -6, 5. Müəllimlər, K bərabərdir 5 aldım. Düzmü aldım? Düz çıxdım məncə. Hə, 5 aldım. K-nı 5 aldım. Bizdən də A çoxluğunu istəyir elə. A çoxluğumuz nə idi müəllimlər? 2K. 2 vur 5, 10. Razılaşdıq? A variantı. Qəşəng Bəli. sual idi ya bu. Gözəl sual idi. Qəşəng. Qoy görün burada maraqlı varmı? Şəkil şüşüldən düşə bilər müəllimlər bir dənə. Gəlin 20-ni yazaq. Bir də 18-i yetərlidir. Hə? Şəkillər düşə bilər. O vaxt miqə düşür deyə bir xeyli. 18, 20. Yazın bir. Ben de yazaq. 8. Nə qədər vaxt verirsiniz müəllimə? İki dəqiqə zat. Asan bir şeydir, şahidi. Yəni ona bir tağa bir dənə uşaqlara baş çəkim gəlin. Nəsə müharibə gedir orada. Ayılar. Ayakkabılarımızı tərizəliyordum. Saç dolu mu göstərir? Məndən baxaq. Bəli. Bəli. Getdik. Ya Allah. Məncə qəşəng gəldik, özü də pis gəlmədik, yaxşı gəldik. Bizi şeylərə də daxil edəcəm. Bizim bir qruplarımız var, açılacaq. Orada daxil edəcəm, gələrsiniz orada da. Sürətlə təkrar edəcək. 18-i vermişəm elə. Müəllimə, bir dənə baxın, Martda demişdiniz ki, bir dənə toplumun başdan bir dənə sürətdə 10 deyirsiniz. Yox, MIG qrupu, MIG. Üçüncü gün açıldı. Bəs o açılıb sizdə həmin qrup. Ayın biri. Biri müəllimə. Məndə qatında nə olar ora? Siz kimsiniz? Adınızı, soyadınızı yazarsınız. Yaxşı qadası yazaram, sağ ol. Məndən baxın, A ilə C kəsişir elə. A ilə C kəsişir. Bir də B ilə C kəsişir. Axırda bunlar birləşirlər. Var mı belə bir cavab? A ilə C kəsişir. Hadi budur da. A ilə C. Yox, bir dəqiqə. Bir dəqiqə. Müəllimə, C-dən çıxıblar, müəllimə, A ilə B-nin kəsişməsinə. C-də bunlar çatışmır. Bircə dəqiqə müəllimlər. A ilə B-nin kəsişməsi onda dayanır. C-dən çıxılıb. Yox, C-də bunlar çatışmır. Bəli. Müəllim. Bəli,
bəli, C-nin mənasıdır A ilə da. B-nin kəsişməsindən fərqi. Belədir də. A ilə B-nin kəsişməsi C-də çatışmır. Düzdür müəllimlər? A ilə C-nin kəsişməsi, A ilə B-nin Müəllimə, kəsişməsi. xeyr, ikinci B variantıdır, B variantı. Bir dəqiqə B-dir. müəllim, məni çaşdırmayın. Məni çaşdırmayın bir dənə. Bir dəqiqə dayanın, qoy mən özüm təhlil aparım. Bax, bunu açası olsaz, C fərqlidir A. A-da çatışmayanlar. Bura. Yəni, nə məntiqlə ona B götürürsünüz? Mən də A yazmışam müəllimə. Ay, mən C olmalı. Mən B yazmışam. Bir dəqiqə dayanın. Tapmaca oynamayaq da, qoyun bir dənə fikirləşək. Bax, müəllimlər. Bax, bura A ilə C-nin kəsişməsidir. Ortada bu şey yoxdur. Boşluq var. Eləmi? Burada B ilə C-nin kəsişmə. Bizə də lazımdır bu hissə. Əgər B-ni yazası olsaq, A ilə B-nin kəsişməsində düz deyirlər. Bunu kim dedisə düz dedi. A ilə B-nin kəsişməsində yoxdur bu qaralar. Belə loru dildə deyə bilərik müəllimlər. Yoxdur bu qaralar. Bəli. Ay, sağ olun. Bəli, bax indi Babam görürəm. mənə. Cücə. Elə bir şey bilirsiniz, mən onu nətər başa düşürəm. Elə bil onu onun içindən çəkib çıxardırıq da. A ilə Bəli, B-nin bəli. Elədir. çəkib çıxardırıq. Mən belə sözlə təhlil edirəm həmişə. Yox. Müəllimlər, Başqa. 2 dənə tapşırıq verib. Gəlin adi onluq kəsrlə iş məsələsi gələn dərs eləyək. Bir də şeyi faizi, hə? Nə deyirsiniz? Hı? 2 dərsdə gələn dərsi götürək. Yaxşı Onlar fikirdir? mənim. Olar müəllim. Mən sizə evə nə Bəli. deyirəm? Nə olar müəllimlər, biriniz qeyd edin. Evə Arzu müəllimə nə deyirdi? Güvən B bəs eləyəcək ya, %100 yox, o milyard faiz. Sizə bəsdir güvən B. Ondan o yana gələ bilməz. Güvən B. Natural, bir də çoxluq. Natural plus çoxluq. Özə müəllimlər, heç miqdən gedənlər var ha, üçlü pitib gedən. Çox. Bəli. Bəli, müəllim, atdım qrupu.